İkinci Padşahlar 8-ci fəsil. Şunemli qadının qayıtması. Elişa oğlunu diriltdiyi qadına demişdi, qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, 7 il ölkədə aclıq olacaq. Qadın Allah adamının sözünə əməl eləmişdi və ev adamları ilə birgə gedib Filistlərin ölkəsində 7 il qalmışdı. Bu müddətdən sonra qadın Filistlərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi. O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi, buyur Elişanın elədiyi bütün böyük işləri mənə danış. O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt, oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi, ağam padşah, o qadın budur. Elişanın diriltdiyi oğlu da yanındadır. Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi, onun hər şeyini qaytar, ölkəni tərk elədiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver. Elişa və Aram padşahları. Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. Allah adamı bura gəlib deyə ona bildirdilər. Padşah Xazaelə dedi, bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. Bu xəstəlikdən sağalacaqammı deyib, onun vasitəsilə Rəbdən soruş. Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən 40 dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi. Oğlun Aram padşahı Ben-Hadad bu xəstəlikdən sağalacaqammı deyib, məni sənin yanına göndərdi. Elişa ona dedi, get ona mütləq sağalacaqsan söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək. Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı. Xazael dedi, ağam ne üçün ağlayır? O dedi, ona görə ki, İsraillilərə sənin eləyəcəyin pisliyi bilirəm. Onların qalalarına od vuracaqsan. Cavanlarını qılıncla öldürəcəksən. Uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan. Xazael dedi, bu köpək qulun kimdir ki, bu böyük işi eləsin? Elişa dedi, Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan. Xazael Elişanı tərk eləyib ağasının yanına gəldi. Ağası ondan soruşdu. Elişa sənə nə dedi? O cavab verdi. Mənə dedi ki, sən mütləq sağalacaqsan. Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı. Ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu. Yahuda padşahı Yehoram. İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının 5-ci ilində, Yehoşafat Yahuda padşahı olanda, onun oğlu Yehoram da onunla birgə padşah oldu. O, padşah olduğu vaxt 32 yaşındaydı və Yerusəlimdə 8 il padşahlıq elədi. Axav nəslinin elədiyi kimi, o da İsrail padşahlarının yolu ilə getdi. Çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər elədi. Ancaq Rəbb öz qulu Davudun xatirinə Yahudalıları məhv eləmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd eləmişdi. Onun dövründə Edomlular üsyan qaldırıb Yahudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular. Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə eləyən Edomluları və araba rəislərini qırdı. Lakin xalq öz torpağına qaçdı. Beləcə Edomlular üsyan qaldırdılar. Bugünə qədər də Yahudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar. Yehoramın qalan işləri və elədiyi hər şey barədə
Yahuda padşahlarının salnamələr kitabında yazılıb. Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında bastırıldı. Onun yerinə oğlu Axazya padşah oldu. Yahuda padşahı Axazya. İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının 12-ci ilində Yehoram oğlu Axazya Yahuda üzərində padşah oldu. Axazya padşah olduğu vaxt 22 yaşındaydı və Yerusəlimdə bir il padşahlıq elədi. Anası İsrail padşahı Omrinin nəvəsi olub, adı Atalya idi. Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər elədi. Çünki Axav nəslinin kürəkəni idi. O, Aram padşahı Xazeylə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot Gilyada getdi. Aramlılar Yehoramı yaraladılar. Padşah Yehoram Ramot Gilyadda Aram padşahı Xazeylə qarşı vuruşarkən, Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzrailə qayıtdı. Yahuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzrailə gəldi. Çünki o yaralı idi.